Cəmaət haramı halal adı ilə qəbul edir, amma xəbəri yoxdur. Bunu cəmaata, millətə, cəmiyyətə kim öyrətməlidir? Bu ruhaninin öhdəsindədir ki, ruhaniyə ilk öncə ünvanlanan sualdır. Ondan soruşurlar ki, filan şey halaldır yoxsa yox? Filan şeyin hökmü nədir? Ruhani cavab verir. Bu günləri bilirsiniz də, ölkədə heyvanat xəstəliyi basır. Xaricdən idxal olunan bir çox ətlər var və ət məhsulları var. Cəmaət onu gedir, rahatçılıqla alır, yiyir. Hökmünü bilmədən ki, üstündə halal yazılıb. Amma gərək bunu cəmaata bildirək ki, üstündə hər halal yazılan şey halal deməkdir öyrə. Üstündə hər halal yazılanın sən götürüb rahatçılıqla qəbul edə bilməzsən. Monqolistandan, Ukraynadan, oradan, buradan ət və süd məhsulları idxal olunursa, onu nə özünüz yiyin, nə də balalarınıza gidizdirin. Çünki haramdır, şəriət qaydalarına uyğun olmayan kəsimlə kəsilir. Müsəlman kəsmir, İslam şəriətinə uyğun kəsimlə kəsilmir. Buna əgər ruhani öz əlində olan imkanından istifadə edib dilə gətirmirsə, bu ruhaninin öz qüsurudur.